2020-ci ildən başlayaraq Ərkivan Xeyriyyə Cəmiyyəti fəaliyyət göstərir. Xeyriyyəçilik ümumiyyətlə çox çətin bir məsələdir və fərdi hissdir. İnsan var, bizim ümumi götürüb hamımızdan imkanlıdır, varlıdır. Amma əlin cibinə salıb bir hansısa xeyriyyə işi görmək onun yəqin ki şansında deyil və yaxudsa bu günləri Allah Taala onu məhrum eləyib bu hisslərdən. Görülən xeyriyyə işlərin sadalamaqla qurtarmaz. İldə bir neçə aksiya keçirdirik. Aksiyada iştirak edən bütün iştirakçılara mən minnətdarlığımı bildirirəm. İnşallah davamı olar. Bütün bu dostlarıma, bütün qəsəbəmizdən olan imkanlara, imkansızlara, hamısına üst tutub demək istəyirəm ki, biz daimi deyilik bu həyatda. Gəlin nəsə qoyub gedək.